Bununla da düz gelmedin. Eybi yoktur. Elektrik mühendisine her yerde iş tapılar. Pulu vaxtında göndereceğim. Mesele pulda değil, Odrey. Uşağı da yanına salıp, bu dağ mənim, o meşe sənin gəzirsən. Qoy mənim yanımda qalsın. Axı o körpədir. Ona baxmaq, onun nazını çəkmək lazımdır. Yox ana, sənin üçün çətin olar. Aparacağım. Mehriban, yine bayırda oturmuşsan. İçeride tek korkuram, orada kimse var. Böyümüsən, daha məktəbə getməlisən. Atacan, ben sonunda oraya kim pişirək? Buradaki lağla da düz gelmedim be. Hər dəfə atam yerimizi dəyişəndə mən qorxurdum. Axı heç kəsə isnişməyə imkan tapmırdım. Tək tənha oynayırdım. Öz-özümlə danışırdım. Sen yine de fikirlisən. Niye dinmirsən? Bu tiplə də mənimki tutmayacaq. Yox, buradan da gedəcəyəm. Görürəm, yine bir yerde karar tutabilmirsən. Məndə taksir yoxdur. Biraz da otur. Gedirəm, qızım burada yoldadır. Gönder gitsin eve. Evdə tək qala bilmir, qorxur. Gedirik, Mehriban. Gitmirəm. Benim buradan hoşum gelir. Onda qal, mən getdim. Həyatım qırıq-qırıq xatirələrdən ibarətdir. İllər boyu bu təkərlər mənə laylay dedi. Atamın ağır xasiyyəti bizi didərgin salmışdı. Çoxlu çaylar, dənizlər, şəhərlər gördüm. Bu dəfə də Baltik dənizinin sahilinə, Riga şəhərinə köçdük. Tanış ol, sənin anandır.
Daha bu evde tek kalmayacaksın. Derslerini hazırladın. Bəli. Onda gel biraz kes. Həmişə əvvəl onunla görüşürsən. Onu məndən çox istəyirsən. Bu ne sözdür? O ki uşaqdır. Ana olanda bunu başa düşersin. Bilirsən ata, səndən bir xahişim var. İcazə ver gedim nənəmin yanına. Bakıya.